Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün sizə üzəri xırçıltılı, içi isə bol ciyərli və yumuşaq ponçiklər hazırlayıram. Əvvəlcə içliyi hazırlayıram. İçlik üçün qaraciyərin üzərindəki pərdəni soyuram, sonra isə xırda-xırda doğrayıram. Təmiz-təmiz yuyub, bir qədər də soyuq suda saxlayıb suyunu tamamilə süzürəm. İstifadə etdiyim dana ciyərini isə dondurulmuş şəkildə Meat Steak mağazasından əldə etmişəm. Meat Steak mağazalarında təkcə dana ciyəri deyil, müxtəlif növ dana, quzu ətləri, eləcə də ətin fərqli hissələri dondurulmuş halda münasib qiymətə satışdadır. Şəhər daxilində Meat Steak mağazasının 5 filialı mövcuddur. Filialların ünvanları və əlaqə nömrələri isə Meat Steak'in rəsmi TikTok və Instagram səhifələrində qeyd olunub. Əvvəlcə bir iri baş soğanı doğrayıram və kərə yağında biraz qızılı rəng alana qədər qovururam. Üzərinə biraz duz da əlavə edirəm. Daha sonra isə ciyərləri əlavə edirəm və dana ciyərini də qəşəng soğanla birlikdə biraz qovururam. Su salmasın deyə üzərinə qətiyyən qapaq qoymuram. Çünki su salarsa və ya ciyəri qaynatsanız bərkiyə bilər. Ona görə mütləq soğanla birlikdə qapağı açıq vəziyyətdə qovurub bişirib götürürük və tam soymasını gözləyirik. Soyuyan müddətdə də xəmiri yoğururuq. Əvvəlcə mayanı aktivləşdiririk. Mayanı aktivləşdirmək üçün 2 stəkan ilıq suyun üzərinə 1 yemək qaşığı quru maya və 1 çay qaşığı şəkər tozu əlavə edib qarışdırıb bir kənarda gözlədirik. Xəmir üçün də 600 qram un götürürük. 600 qram unda 200 ml stəkan ölçüsü ilə 4 stəkan yarım un eləyir. Unun üzərinə 1 çay qaşığı duz əlavə edib qarışdırırıq. Üzərinə ev temperaturunda tam yumşalmış 1 yemək qaşığı dolu kərə yağı və 1 yemək qaşığı dolu da mayonez əlavə edirik. Su ilə qarışdırdığımız aktivləşmiş mayanı da üzərinə əlavə edərək yumşaq, çox az ələ yapışan bir xəmir yoğururuq. Hətta siz istəsəniz burada 2 stəkan su əvəzinə 1 stəkan su, 1 stəkan süd götürə bilərsiniz. Sonda xəmirin üzərinə və biraz da duru yağ əlavə edirəm. Gördüyünüz kimi əlimlə üzərinə çəkib, üzərini örtüb və qalın büküb 1 saatlıq mayalanmağa qoyuram. Xəmiri yoğuran müddətdə də qovurduğumuz soğançalı dana ciyəri soyumuş olur və onu soyuq halda ət maşından keçirdirəm. 2 ayrı qazanda da birində püre hazırlayıram. Yəni kartofu qaynatdıqdan sonra püre halına gətirirəm, əzirəm. Digər qazanda da 1 stəkan düyü qaynadıram. Düyünü də qaynatdıqdan sonra mütləq suyunu tamamilə süzürəm. Qaynadılmış, süzülmüş düyünü ciyərin üzərinə əlavə edirəm. Püreni də gördüyünüz kimi ciyərin üzərinə əlavə edib, bura zövqə görə duz, qara istiot, biraz da pul biber əlavə edib yaxşı-yaxşı qarışdırıram. İnanın ki, çox ləzzətli, dadlı bir içlik alınır. Mən yumru düyüdən istifadə etdim, siz hətta uzun düyüdən də istifadə edə bilərsiniz. Xəmir də gördüyünüz kimi çox gözəl mayalanıb. Mayalanmış xəmirdən 50 qramlıq kündələr tuturuq. Kündələri biraz ovucumuzun içərisində, əlimizin içərisində açırıq və 1 yemək qaşığı dolu içlikdən əlavə edib yumru formada bükürük. Bu hissəsini yaxşı bağlayırıq. Daha sonra isə ovucumuzun içərisində dairəvi formaya salırıq. Mütləq bu cür biraz yumru dairəvi formada saxlayın. Yəni üzərindən basaraq qətiyyən yasladmayın. İçlik həqiqətən o qədər dadlı alınır ki, elə qaşıq-qaşıq yemək istəyirsən. Və xəmirin hamısına yetərincə bu içlik çatır. Ona görə hər bir xəmirə 1 yemək qaşığı dolu, yəni dolu-dolu içlikdən əlavə edirik. Qeyd etdiyim kimi, çalışın xəmirə forma verdikdən sonra üzərindən basaraq qətiyyən yasladmayın. Bir qədər, nə qədər hündür qalsa, o qədər də görünüşü də çox gözəl alınacaq. İçliyi doldurub hamısını hazırladıktan sonra qətiyyən gözlətməyə ehtiyac yoxdur. İlk olaraq hansını hazırlamışdınızsa, bişirməyə başlayanda da ilk hazırladığınız ponçiklərdən bişirməyə başlayırsınız. Dəyərli izləyicilərim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Əgər bəyənirsinizsə, yaxınlarınızla da paylaşın. Dərin bir qazana və ya tavaya bol duru yağ əlavə edirik. Yağ tamamilə isindikdən sonra xəmirləri əlavə edib hər iki yüzü qıpqırmızı xına kimi qızaranadək bişirib götürürük. Çalışın bişirərkən nə çox az odda, nə də çox gür odda bişirməyin. Orta odda bişirin ki, içərisi də gözəl bişsin və üzəri də xına kimi qızarsın. Və budur, üzəri xırçıltılı, içi isə yumuşaq və ləzzətli ciyərli ponçiklərimiz hazırdır.
Ümid edirəm ki, siz də hazırlayıb bəyənəcəksiniz. Göz haqqınızı halal edin. Sağ olun, salamat qalın.